Əbəlfəz ağanı xatırlayaq. Hamılıqla, hə? Babəl həvaici fikirləşir. Ağa nə çəkdi o anlarda? Aç gözlərin gəldi məxal, başı yerlərdən alar, ətrafımı düşmən alır, dur razı olmaz. İmam Hüseyin əleyhissalam bu qədər əziyyət çəkdiyi zəhmətlərə qatlaşdı, Allah bəhrəsini verdi. İndi də verməkdədir. Nə qədər insanlar hələ bu məclislərdə hidayət olurlar. Nə qədər insanlar var ki, namaz qılmayan var, namaz qılır, günah eləyən var da bu məclisdə günahını tərk elədi. Bəhrəsini verir Allah İmam Hüseynə. Neçə əsr keçir, bəhrəsini verir elə. Amma tam bəhrə bilirsin nə vaxt olacaq? Tam bəhrə. Mükəmməl bir bəhrə. O zuhurda olacaq. Dövrün imamı zuhur eləyəndə Allah İmam Hüseynə o tam bəhrəsini verəcək. Elədiyi işin nəticəsini verəcək İmam Hüseynə. Aşıqların mükafatı zuhurdur. İnnəllaha yuhibbu ma'aliyəl umur. Allah bilirsin nəyi bəyənir? Böyük hədəflə yaşayan insanları bəyənir. İmam Hüseyin zaman sözü. Böyük hədəflə yaşayan insanları bəyənir. Kiçik, cılız hədəflərlə yaşayan insanları Allah bəyənməz. Hər kim susuz olsa, içəcək olsa da damla, dəryanı məhdəl qoyub aşurada səhqa, doldurdu içə ovcuna su içmədi yanma. Qeyrət dedi ki, iç, döyüşə taqətin olsun. Əbbas dedi, əsqərdən utan, qeyrətin olsun. Ali sınsın alnıva üçbər oxluranım, gözü çıxsın gözləri və qan dolduranım. Bax bu gün idi əzizlər, qardaşlarım, ana bacılarım. Bax bu gün idi. Möhlət almışdı. Daha bundan o tərəfə günlər yoxdur ya. 9-cu gün. Möhlət alıb Əhl-Beyt. Bizə niyə möhlət alıb? Deyir, uhibbus səlah, namaz qılmaq istəyirik. Allahla razı niyaz eləmək istəyirik. Dua eləmək istəyirik, Quran oxumaq istəyirik. Bu gecə, bax bu gecə, nə mənzərə var ilahi. Səni Zəhra, mən səni xahiş edirəm. Bir dənə elə gözünün ucu ilə elə ged o gecəyə. Bax o gecəyə bir dənə gözəl bax, o xeymələrə baxsan. Deyib, bu gecə rakiən, sacidən, qaimən, səhabələr çəkiliblər, biri rükudadır, biri səcdədədir, biri qiyamdadır, biri gecə namazı qılır, biri elə ağlayır, dua edir. Bir nəfərdən başqa. O bir nəfər bütün xeymənin ətrafında dövr edir, o müstəhəbbi namazı qılmır. O dövr edir, dedik, görəsən bu kimdir belə dövr edir, baxdıq gördük Əbəlfəzdir, xeymələri qoruyur. Uşaqlar məsələn xeymədə yatıb, uşaqlar yuxudan biri qalxır məsələn. Qalxanda belə məsələn xanım Zeynəb deyir, bala narahat olma ya, əmin Əbəlfəz xeymələrin ətrafında bizi qoruyur. Narahat olma, yat. Onlardan biri deyir ki, baxdım gördüm Əbəlfəz nəsə yeri təmizləyir, nəsə götürür. Gəldim yaxınlaşdım gördüm Əbəlfəz xeymənin ətrafında daşları təmizləyir, tikanları təmizləyir. Əbəlfəz nə edirsən? Əbəlfəz, niyə tikanları təmizləyirsən? Sabahı fikirləşirəm, məndən sonra Rüqəyya nə edəcək görəsən? Yaxasın qeymədən qalan qardaşım. Mənəvi halımız var, qoruyun halımızı. Nə olar dua eləyin, yaxşı dualar eləyin. Bir dənə dua deyim onu eləyin. İmam zamanınız dua eləyirsiniz yoxsa yox. İndi bilirsiniz o necə siz 10 günlükdə hüzünlüsüz, ağa da çox hüzünlüdür. Deyir, ağa göz yaşı əvəzinə qan tökərəm mən. Gözümdən qan tökülür. Mənim dərdə dəvam əbəlfəzdir, həbd eləmək dilmə
diyarım. Benim derde devam eden feslim. Hak dilemeştir bu sinem.